SSR dövründə zəhmətkeş deputatları sovetləri, qısaca ZDS-lər, daha sonra isə onları əvəz edən xalq deputatları sovetlərinin, qısaca XDS-lərin qərarları əsasında vətəndaşlara yaşayış evi yaxud mənzil verilirdi. Lakin müasir qanunvericilikdə ZDS-lərin evin mülkiyyətə verilməsi barədə qərarı qeydiyyat üçün əsas kimi nəzərdə tutulmamışdı. Buna görə də onların əsasında çıxarış almaq mümkün değildi. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2025-ci il tarixli 444 nömrəli fərmanı ilə artıq xalq deputatları sovetlərinin qərarları ilə yanaşı, SSR dövründə zəhmətkeş deputatları sovetləri tərəfindən verilmiş yaşayış evinin və ya mənzilin mülkiyyətə verilməsi barədə qərarlarla da çıxarış əldə etmək olur. Onu da qeyd edim ki, ZDS və ya XDS-in müvafiq qərarlarında yaşayış sahəsi ilə yanaşı torpaq sahəsinin də ölçüsü götürülübsə, həmin ölçü əsas götürülərək torpaq sahəsi də mülkiyyət hüququ üzrə qeydiyyata alınacaq. Qərarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi hallarda isə evin yerləşdiyi torpaq sahəsi, yəni tikinti altı sahə nəzərə alınacaq. Qeyd edək ki, sənədin arxivdə əsası olmalıdır.